Herkese salam əziz dostlar. Necəsiz? Ümidvaram ki, yaxşı olarsınız. Mən Laçın rayonunun Mehman Səfərov adına Qozlu kənd tam orta məktəbin 7 sinif şagirdi Ayşə Əcəyeva. Bugün mən sizə Hektor Malutun yazdığı Kimsəsiz kitabı haqqında məlumat verəcəyəm. Kimsəsiz kitabın əsas qəhrəmanı Remdir. Remi çox kasıb bir kənddə qalır və o biraz vaxt keçdikcə öz ata-anasının ögey olduğunu anlayır və anası necə ona davrandığını və necə mərhəmətli və necə nəzakətli davrandığını deyir və atası ona çox zalım davranır və başqa birini verir. Bu kitabı sizə tövsiyə edirəm. Hector Malot bu kitabı yazarkən həm öz həyatından bəhs edib, həm də ki bu kitabı yazarkən çox təsirlənib. Sizə bu kitabı tövsiyə edirəm. Siz də bunu